Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz gözəl bir dilinçik hazırlayacağıq. İstərdim onun reseptini sizinlə bölüşəm. Deməli, əziz izləyicilər, bunun üçün bizə nələr lazımdır? 1 stakan süd, 3 yumurta. Bizdə ev yumurtasıdır, ancaq bir ədcə belə deyək, mağazin yumurtası ondan daha yaxşı çıxır, yəni daha yaxşı köpür onun üçün. Ondan sonra 1 stakan un, duru yağ və duz lazım olacaqdır. Bunu ümumiyyətlə belə deyək, ruslar hazırlayanda buna şəkər də əlavə edir, ancaq onlar eləcə yeyirlər və yaxud içinə belə deyək, mürəbbə qoyurlar. Ancaq bizimki ətli olacaq deyə ona görə, yəni ət üçün eləyirik biz. Onun üçün buna ancaq duz tökürük biz. Belə, indi keçəyin hazırlamağa. Deməli, əziz izləyicilər, belə bir qab götürürük və belə bir çalan lazım olacaqdır bizə. Deməli, südümüzü əlavə edirik bura. Deməli, əziz izləyicilər, üzərinə yumurtalarımızı qırırıq. Yumurtalarımız da ev yumurtası olduğundan sarı rəngdədir. Keçək qırmızı. Belə. Və başlayırıq biraz belə çalmağa və yağımızı əlavə edirik. Bir də zövqə görə duz əlavə edirik. Beləcə edirik ki, yumurtamız qarışsın. Sonra isə ununu yavaş-yavaş tökəcəyik. Deməli, əziz izləyicilər, və başlayırıq unumuzu yavaş-yavaş əlavə etməyə. Çox etməyin ki, yəni birdən-birə unu tökməyin, çünki çox tökəndə araları içi, yəni belə çox olur. Ancaq belə qarışdıra unumuzu əlavə edirik. İnandırım siz bu reseptlə eləsəz çox gözəl resept alınır. Əziz izləyicilər, baxın gördüyünüz kimi necə gözəl və maya alındı. Belə nə qədər çox çalanda daha da yaxşıdır. İndi başlayırıq əziz izləyicilər bunu hazırlamağa. Deməli, əziz izləyicilər, qazımıza belə tava qoyuruq və bir ədcə də çox yox, beləcə yağ əlavə edirik ki, elə də yandırmasın da, yəni bir ədcə edirik. Və başlayacağıq. Bir də hər tərəfini edirik ki, altı şey olsun, bir dəfə edirik və başlayacağıq burada isinəndən sonra hazırlamağa. Deməli, əziz izləyicilər, tavamız isindi və başlayırıq bilincikləri belə hazırlamağa. Deməli, əziz izləyicilər, tavamız bax belə hazır olduqdan sonra, yəni isinəndən sonra götürürük bir çömçə, belə deyək. Bu bilinciki bax belə töküb və hər tərəfinə yayırıq ki, yaxşı yansın. Bax belə. Və biraz da belə pişəndən sonra bax beləcə hər tərəfini elə edirik. Gördünüz əziz izləyicilər. Və beləcə fırlayırıq. Gördünüz necə gözəl, asan alındı. Deməli, əziz izləyicilər, birini də baxacağıq. Baxın, belə tökdük və hər tərəfinə beləcə yayırıq. Gördünüz əziz izləyicilər. Belə. Və biraz da pişəndən sonra bax belə edirik. Görürsünüz necə gözəl alınır. Gördünüz əziz izləyicilər və belə çöndərdik. Yəni hamısını bu qaydada eləyirik. Hazırlayırıq. Görürsünüz. Biraz da bu bir hissə pişəndən sonra beləcə götürürük. Vəsə, bir də axırıncını da eləyim. Çox vaxtımız getməsin. Beləcə eləyirik. Artıq bax beləcə hazırlayırıq. Biraz da burası belə pişəndən sonra artıq götürürük. Bax beləcə hazırladıq. Deməli, əziz izləyicilər, baxın gördüyünüz kimi belə gözəl bilinciklərimiz hazırlandı. İndi əziz izləyicilər, bunun ikinci hissəsində biz bunu ətlə, yəni içini doldurmağı çəkib sizə göstərəcək. Yəni bilinç xəmirlərinin bax belə
gözəl alınması üçün bu reseptlə edin və özünüz də belə deyim, nəticəsini görəcəksiniz. Çox gözəl alınır. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. İkinci videoda bizi izləməyi unutmayın. Orada isə içliyini doldurmağı gəlir. Sağ olun əziz izləyicilər, salamat qalın və kanalımıza abunə olmağı unutmayın.